يا رب العالمين 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 يا رب العالمين. Salam dəyərli İntizar Radyosu izləyiciləri. Hər birinizi ayrı-ayrılıqda xoş gördük. Mübarək cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. Süfrəniz açıq, ruziniz bol, ömrünüz uzun olsun. اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرضت علينا طاعتهم وعرفتنا بذلك منزلتهم ففرج عنا بحقهم فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب يا محمد يا علي يا علي اكفياني فإنكما كافيان وانصراني فإن
ناصران يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة 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 العجلة العجلة العجل يا أرحم الراحمين بحق محمد وآله الطاهرين. Zamanın və zalimların zülm və zülmət yükü altında inləyən 21-ci əsrin Əhl-i-Beyt ailəsi hər gün zamanın sahibinə minlərlə şikayət, dəvət mesajı və məktubu ünvanlayıb, onu pərdəni kənara çəkərək qaranlıqları işıqlandırmağa səsləyir. Andaman eləyirlər və onu inandırmağa çalışırlar ki, dünya başsız qalıb. Onun tez gəlməsini gözləyirlər ki, ona beyyət eləsinlər, canlarını və mallarını onun ixtiyarında qoysunlar. Zamanın sahibi onların doğru deyib demədiklərini özlərini aydınlaşdırmaq üçün öz nümayəndəsi Şeyx Müfidi bir məktubla onların yanına göndərir. Yazır ki, mənim gəlişimin və görüşümüzün baş tutmasını istəyirsinizsə, çox dua edin. Bu sizin qurtuluşunuz olacaq. Bugün Şeyx Müfid yoxdur, lakin o məktub aramızda hələ də cavab gözləyir. Bu dünya imamımız üçün 1400 ildir ki, Kərbəladır. Onun üçün hər gün Aşuradır. O da İmam Hüseyin kimi bizi səsləyir. Mənim gəlişim üçün dua edən kimsə tapılmazmı? Tanrım adına açılıb əllərimiz, sevərək könlümüzü sənə verdik, sənə biz, sənə hey şükr eyləsin. Açılan dillərimiz bizə rəhmət ərisin, acı müşküllərimiz amin, amin, ilahi amin, 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 ilahi amin, ilahi amin. Ey mənim dinim, imanım, hardasan? Ey mənim qəmdən amanım, hardasan?
Ey mənim qəlbimdəki eşq zilvəsi, ey mənim sevgi nişanım, hardasan? Ey olan məhşərdə haqqın qayəsi, ey mənim haqdan mizanım, hardasan? Ey mənim şeirimdəki ilham pərim, ey mənim nitqim, bəyanım, hardasan? Ey mənim arzum, muradım, istəyim, ey mənim yarım, hayanım, hardasan? Ey mənim dünyamdakı parlaq günəş, ey mənim dünyamdakı parlaq günəş, ey mənim mahi tavanım, hardasan? Qəlbi dağlı ağilin səslər sənin, ey mənim sahib zamanım, hardasan? ابا صالح ابا صالح ابا صالح یا ابا صالح ابا صالح ابا صالح ابا صالح یا ابا صالح ابا صالح یا امام zaman harda olsan da bizleri yad et. Eba Salih ya imam zaman harda olsan da bizleri yad et. Begide sen temkerandasan Samiradasan bizleri yad et. Begide sen temkerandasan Samiradasan bizleri yad et. Necef'de sen, Kazim'inde sen, Kerbela'da sen bizleri yad et. Kenari gabri ebel fazli, Kenari gabri ebel fazli, ya imam zaman bizleri yad et. Eba Salih ya Eba Salih, Eba Salih ya Eba Salih, Eba Salih ya Eba Salih, Eba Salih ya Eba Salih. Kim deyir ayrılık derde salmaz, aşıkı sabrini elden almaz. Ey gözüm yollara baktarıkma, gün hemişe bulut altta kalmaz. Gün hemişe bulut altta kalmaz. Geldi bu tüm'ede keçti Allah, Fatime Yusuf'inden haber yok.
Ayrılıktan ürək qana döndü. Ayrılıktan ürək qana döndü. Kim deyir Şam-ı zülmə səhər yox, Fatimə Yusifindən xəbər yox. Hər bəyin Kərbəlada deyəydi, ey qələm sözlərində əsər yox, ey qələm sözlərində əsər yox. Sinəsi sinaya dəyər, qaməti tubaya dəyər, yarımızın bir nəfəsini ömrü Məsih O Quranın vədi, o Quranın vədi, Peyğəmbərin müjdəsidir, Peyğəmbərin müjdəsidir. O Quranın vədi, Peyğəmbərin müjdəsidir, Peyğəmbərin müjdəsidir. بسم الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير السلام عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Bismillahirrahmanirrahim. İslam dini doğulduğu gündə, ilk günlərində insanlar
dəstə-dəstə Allahın dininə üz tuturdular. Peyğəmbər də təbii ki, qapını açıb hamını qəbul edirdi. Bir müddət, bir dövr İslamın qürbət dövrü idi, Məkkə dövrü. Sonra Mədinə dövrü başlandı və İslam qüdrətə çatdı. Və bu da insanların dinə tərəf gəlməsinə səbəb oldu. Cəmaət müsəlman olurdu və Peyğəmbər də qapını hamının üzünə açırdı. İnsanlar axışırdılar dinə tərəf. Amma bir müddət sonra bu giriş qapısı öz-özünə bağlandı və İslam cəmiyyətinin daxilində bir çalxalanma başladı. Çalxalanma prosesi başladı. Bu təsadüf elədi Həzrəti Əli əleyhissalamın zamanına ki, artıq belə demək olar ki, İslama axının qarşısı kəsilmişdi və proseslər İslam cəmiyyətinin daxilində başladı cərəyan eləməyə. Elə bir zaman gəldi, çıxdı ki, hamıdan şübhələnmək olardı. Bu niyə dindar olub, məqsədi nədir, axırı necə olacaq, harda zərbə vuracaq. Təxminən belə bir vəziyyət yaranmışdı. Əvvəl kim dinə gəlirdi, sevinirdilər. Müsəlman oldu filan kəs. Say çoxalırdı. Sonradan saf-çürük zamanı gəldi, çatdı. Artıq etimad eləmək olmurdu hər kəsə. Müsəlman cəmiyyətinin içindən Təlhə və Zübeyrlər, İbn-i Mülcəmlər çıxdı. Onların hərəsi bir azğın insan tipidir. Təkcə keçmişdə yaşamış insanlar deyil. Qısası ələkdən keçmək zamanı başladı. Bizdə də olub bu dövr. 90-cı illərin əvvəlində biz çox gənc idik. Sovetlər İttifaqı dağılmışdı. Düzdür, yaşlılardan bir qism ibadət eləyirdi. Amma o axının başlanmasının əvvəl gündən mən özüm şəxsən şahid olmuşam ki, bir insanlar dinə gəlirdi. Təxminən hamını tanıyırdı o vaxt. Tanıyırdı, yəni məhdud sayda idi və prosesin əvvəlindən də biz o prosesdə iştirak eləmişik 91-dən. Düzdür, 90-dan başlamışdı, artıq biz də 92-ci ildən o proseslərdə iştirak eləyirdi, yəni onu görmüşük. Yəni tək-tək insanlar, biz bir məhəllədə, Yasamal ərazisində yerləşən bir məhəllədə 18 yaşım var idi mənim. O zaman biz din təbliğ eləməyə başladıq. Dini çatdırmağa başladıq və özümüz şahidik ki, necə bir insanlar, məsələn deyirdik, filan kəslə namaza başladı, filan kəslə. Ümumiyyətlə, Bakıda namaz qılanların sayı barmaq hesabı idi və hamı da hamını tanıyırdı və hər birinin də gəlişinə hamı sevinirdi ki, filan kəs də dinə gəldi. Belə bir vəziyyət idi. Amma indi şükür Allaha, bilmirsən, şükür eləyəsən, ya ehtiyatlanasan ki, say çoxalıb. Say çoxalıb, günü-gündən də artır və çox güman ki, artıq imtihanlar dövrü başlanır. Bu proses belədir, bunun qaydası budur. Və ələk zamanı gəlib çıxacaq və artıq ələnmə prosesi başlanır. Axirət zaman haqqında da hədislərə baxırsan, görürsən ki, asudəlik zamanı deyil, rahatlıq zamanı deyil axirət zaman. Axirət zaman haqda danışan hədisləri mən baxmışam, bir çoxunu görmüşəm, əsasən imtihandan danışır. İmtihan deyəndə ağır imtihandan, imtihan hər gün var, hər saniyə imtihandayıq, o heç. Ağır imtihanlardan danışır. Axirət zaman xalis haqla xalis batilin davası zamanı deyil. Axirət zamanda əsas proses bu deyil. Axirət zaman haqla haqqa bənzər batilin davasıdır. Prosesin mərkəzi burada cərəyan edir. Haqq-nahaq savaşı aparıcı məsələ deyil. Nahaq nahaqdır, haqq haqdır. Haqqın içində haqqa bənzər,
haqqa oxşarlarla həqiqət davamçılarının ələnmə prosesi. Axirət zamanda mərkəzdə bu proses dayanır, nəinki haqla batil savaşı. Xalis haqla, xalis batil, yəni xalis haq deyəndə nə? İmtihandan çıxmış təmiz haqq və təmiz batil üzzə dayananda batil məğlub olur, aradan gedir. Kərbəlada düzdür, xalis haqla, xalis batil üzzə dayananda, amma kifayət etmədi haqq tərəfdarlarının sayı. Kifayət eləmədi ki, haqqı bərqərar eləmək gücündə olsunlar. Möminlər içində sözün qısası bu proses getsə ki, haqq batildən təmizlənsə öz içində, xalislər qalsa, batil haqqın qarşısında dayana bilməz. Çünki bunların nuru dünyanı tutacaq. Bunların nuru dünyanı tutacaq. Haqqın nurunun dünyada yayılmasına nə mane olur bugün? Haqq cəbhəsində olan, xalis olmayan adamların varlığı. İmkan vermir ki, cəmaat haqqı tanısın. Bəzi adamlar haqq cəbhəsindədir, haqq tərəfdarıdır, amma haqqın yayılmasının ən böyük maniyəsidir. Allah göstərməsin ki, biz də belələrindən olmayaq. Yəni, insanlar onu görür, haqqa gəlmir. Ax, bu adı götürüb üzərinə. Bu özünü haqqa aid edir və insanlar da qıraqdan baxır, ayırt eləyə bilmir axı kim kimdir. Bu insanlar ki, özünü haqq libasına bürüyüblər, haqqa tərəfdar kimi təqdim edirlər, amma xalis deyirlər, onlar mane olur digərlərinin həqiqətə üst tutmasına. Bunlar olmasa hər iş düzələr. Sözümün dəlili nədir? Qurandır, Quran-ı Kərim. Ən möhkəm söz Quranın sözüdür. Quran buyurur, Ca'əl haqq, zəhəqəl batil. Haqq gəldi, batil məhv oldu. Haqq gəldi, batil yoxa çıxdı. Haqla batil davasına ehtiyac yoxdur. Haqqın gəlməyi kifayətdir, batil yoxa çıxsın, ərisin, məhv olsun, geçsin. Demir, Ca'əl haqq və zəhəbəl batil. Zəhəbə, Ca'ənin əksidir. Gəldi, Ca'ə deyir ərəblər, zəhəbə getdi deyir. Gəlməyin əksi getməkdir. Belə baxson, getmək sözündən istifadə eləməlidir Allah. Haqq gəldi, batil getməlidir. Çox zaman belə tərcümə eləyirik biz. Belə eləmir. Çünki getmək özü zaman aparır, hər yığışıb getməsi bir vaxt aparır. Deyir, Ca'əl haqq, haqq zuhur elədi, zəhəqəl batil, batil məhv oldu. Anında məhv oldu. Anında darmadağın oldu. Necə bina görsən, çökər birdən. Elədir, batilin mahiyyəti elədir. Haqq onun qarşısında dayanan kimi batil aradan getməyə məhkumdur. Sonra dalıca nə buyurur? Buyurur, innəl batilə kənə zəhuqa. Batil zatən getməyə, aradan getməyə məhkumdur. Batili qüdrətli görürsən, çünki haqq xalisləşməyib. Allah batili meydanda saxlayıb ki, haqqın içində təmizlənmə prosesi geçsin. Yoxsa onun heç belə bir qüdrəti yoxdur, heç bir qüdrəti yoxdur. O zatən məhvə məhkumdur, yoxluğa məhkumdur. Vaxt yoxdur və istəmirəm də bugün bəhs uzadım ki, bunları izah etmək olar. Çox deyiləsi sözlər var bu ayənin təfsirində. Ahirətin davası, ahirət deyəndə ahirət zamanın, İmam Zaman əleyhissalamın zuhur ərəfəsinin davası haqq-batil davası deyil. Proseslər haqqın içində cərəyan eləyəcək. Haqqa tərəfdar olanların içində cərəyan eləyəcək. İndi haqq xalis deyil. Hələ hər yoldan keçən, hər naxalis adam, hər çirkin adam özünü haqqa aid eləyə bilir. Deyir, mən dindaram. Mən İmam Hüseyin aşiqiyəm. Bunu deyə bilir hələ. Bunu deyə bilirsə, deməli, hələ haqq arınmayıb, təmizlənməyib. Haqqın içində olan nahaqdan təmizlənməyib. İmtihanlar daxildə olacaq. Buna hazır olmaq lazımdır. Mən Məhərrəmdə bu mövzunu niyə seçdim? Keçən dəfə dedim. Məhərrəm çox qəribə hadisədir. Kərbəlaya baxışınızı dəqiq incəliyin, görün necə baxırsınız Kərbəlaya. Kərbəlada məsciddə ibadət eləyən möminlər gözün açdı, gördü, qılınc çəkiblər İmam Hüseynin qabağında dayanıblar. İmtihan bilirsiniz, neynədir insanları?
İndi oturub duruyor, Allah Şimrə lənət eləsin, Allah filan kəsə lənət eləsin. Şimrin dövrünə qayıt, Şimr bilirsiniz kim idi? Məsciddə ibadət edən bir müsəlman. İndi elə bilir ki, Şimrin buynuzu var idi. Adlar sizə mane olmasın. Şimr indiki zamanda filan kəs, nə bilimdir, konkret adama aid eləmək istəmirəm, onu bilmək olmaz. Məsciddə sənlə çiyin-çiyinə namaz qılan, Allah eləməsin, buradakilardan uzaq. Təxminən belə adamlar təsəvvür eləyin gözünüzdə. Ki, siz çaşdırmasın. Biz elə bilirik ki, elə onlar hamısı cəhənnəmdən çıxıb gəldilər, İmam Hüseyni öldürdülər. Yox, onlar məsciddən çıxdılar, İmam Hüseyni öldürdülər. Əli əleyhissalamın yanından gəlib Hüseynin qarşısında dayandılar. Bu çox qəribə bir məsələdir və ona görə də bu hər zaman ola bilər. Və burada oturanlara təhqir olmasın, burada oturanların heç biri ondan sığortalanmayıb, heç biri. Kimsə desə, yox əşi, səhv deyil. Yox əşi, mən bu sözü deməsin heç kəs. Bu sözü dilinə gətirməsin. Bir dövr var idi, say artırdı, günü-gündən adamlar gəlirdi dinə. Bir dövr, ora toplaşanların içindən düzün əyridən seçilmə prosesi başlandı. Tarixdə belə oldu. Və bu həmişə təkrarlanacaq. Bu Peyğəmbərlə Həzrət Əlinin, Həzrət Rəsulullahla Həzrət Əlinin dönəmidir, dövrüdür. İzə cəə nəsrullahi vəl-fəth. Allah Quranda buyurur ki, Allahın köməyi, nəsri gəldi və sən fəth elədin. Məkkə fəth olundu, din ki qüdrətə çatdı. Və rəəytən nəs yədxulunə fi dinilləhi əfvacən. Görürsən ki, cəmaat dəstə-dəstə dinə daxil olur. Bir təfsirçi var, Səfai, çox onun kitablarından bəhrələnmişəm mən. O təfsirdə yazır ki, fikir verin nə deyir? Və rəəytən nəs yədxulunə fi dinillah. İnsanlar dinə daxil olur dəstə-dəstə. Din onların qəlbinə daxil olmur, onlar dinə daxil olur. Din qəlblərinə daxil olmur. Haya düşüb gəlirlər. Bir şey ki, qüdrətə çatdı, müştərisi çox olar. Axışıb gəliblər, dinə daxil olurlar. Fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə təvvaba. Peyğəmbərə deyim, məğrur olma. Allaha ibadət elə, bu səsküy səni məğrur eləməsin. Bunların gəlişi səni o qədər də sevindirib, yəni halı dəyişməsin. Allaha həmd elə, istiğfar elə və hələ yəni görəcəkli günlər qabaqdadır. Həmin bunlar qılınc çəkəcəklər sənin balalarına qarşı. Həzrət Əliyə kim zülm elədi? Kənardan gəldilər, yox, müsəlman cəmiyyətinin içindən çıxdı. Bunlar sizə nədən xəbər verir? Az şeydən xəbər verir. İmam Həsənə kim zülm elədi? İmam Hüseyni Kərbəlada kim öldürdü? Başqa dindən olanlar, xeyr, dəhşət ondaydı ki, namaz qılanlar öldürdü. Təkbir deyə öldürdü. Həccə gedənlər öldürdü. İbadət eləyənlər öldürdü. Quran oxuyanlar öldürdü. Bu çox mühüm mövzudur ki, gərək hər zaman diqqətli olsun. Neçə yerdə İmam Sadiq and içib, and olsun Allaha imtihan olunacaqsınız. İmtihan olunacaqsınız. Sizdən az qisim qalacaq. İmtihan olunacaqsınız, necə ki sürmə gözdə imtihan olunar. Sürməni çəkən bilir ki, indi çəkib bilmirəm, amma haçan silinəcək. Elə misallar çəkir. O zaman da olacaq ki, səhər dindəsiz, axşama məlum deyil nə olacaq. Çalxalananda bilməyəcəksən, gözü açacaqsan, görəcəksən ki, bu tərəfdəsən. Əlbəttə özündən asılıdır, amma imtihan belə bir şeydir. İmtihan qəlbə yönəlik bir şeydir. O cəmiyyət ki, haqla haqqa qarışıb onun içində, Allah imam zamanını gətirib o cəmiyyəti dünyaya sərvər eləyə bilməz. Allahın sünnətinə ziddir. Bir cəmiyyət ki, içərisində münafiq var, zəif var, güclü var, qarışıb hamısı bir-birinə, hamısı da iddia edir ki, mən haqqam, gərək ayrılsın bunlar bir-birindən. Gərək haqq xalis gəlsin səhnəyə. Bilirsiniz, yəni sözün xülasəsi budur ki, axır zamanda haqq xalisləşəcək, axırda kim qalacaq İmam Zamanın zuhuru ərəfəsində? İmam Zamanın zuhuru ərəfəsində haqq, xalis adamlar qalacaq. Qalanları İmam Zamana silah çəkəcək.
Və bunlar çoxsu bizim içimizdən olacaq. Keçən cümə yadınızda dedim. Bizim, yəni kimin? Özünü Əhl-i Beyt məktəbinə aid edənlərin içindən çıxacaq. İmam zamana müxalif olanlar. Peyğəmbər zamanında axışıb gəldilər, Əleyhisselamın dövründə 3 dənə müharibə oldu. 40 min Əleyhisselamın yanından adam şəhid oldu. 40 min. O dövrün cəmaatına baxın, balaca rəqəm deyil. Sayına baxın. İmam Hüseyin Əleyhisselamın dövründə bu xalislərin sayı təsəvvür edin İslam cəmiyyətində 100 nəfər aşmadı. Bu xalislərin sayı, xüsusi adamların sayı. O 100 nəfər də orada qətlə yetirildi. İmam Səccad Əleyhisselam buyurur ki, atam İmam Hüseyin şəhid olandan sonra 4 dənə düz adam qalmamışdı. Fiziki yox idi. Başda sıfırdan. İndi İmam Səccad başlasın təzdən sıfırdan insanları başlasın cəlb eləməyə, Əhl-i Beyt məktəbinə. Bir zaman da gələcək ki, arınma prosesi gedəcək, təmizlənmə. Amma bu dəfə haqqın tərəfdarlarının sayı kifayət qədər olacaq, daha Hüseyin qətligaha getməyəcək. İmam zaman gələcək, dünyanın sərvəri olacaq və bəşəriyyətə xidmət eləyəcək. Nəhcül Bəlağənin şərhində belə bir hədis danışılır. Əleyhisselam danışır. Buyurur ki, Peyğəmbərin yanında oturmuşduq. Fəzəkkərnə Dəccal, Dəccalı yad elədik. Dəccal bilirsiniz də kimdir? Dəccal axirət zamanda gələcək bir varlıqdır ki, insanları haqq yoldan azdırır. Varlıq deyəndə ki, ona bir fərddə deyirlər, amma çox alimlər deyir ki, o mühitdir, mühitin adıdır. Yəni, elə bir zaman gələcək ki, zaman özü, xüsusiyyətləri budur ki, o Dəccal olacaq. Haqqın nahaqqa haqq göstərəcək ki, necə dünyada görürsünüz, haqqın nahaqqa haqq göstərirlər. Əleyhisselam deyir ki, biz bu barədə danışarkən Peyğəmbər istirahət edirdi. Birdən durdu ayağa, oturdu, ayaq üstə dayandı. Üzü qızarmış halda dayandı. Yəni, üzü qızardı Peyğəmbərin. Hansı adamın üzü qızardı? Ələm nəşrəh ləkə sədrək. Biz sənin qəlbini genişləndirmədiyimi, hər hadisə onu özündən çıxartmaz. Bu adamın üzü qızaran halda durdu ayağa. Buyurdu ki, Qeyrud Dəccal əxfəfu indi aleykum minəd Dəccal. Dedi ki, mən sizlər üçün Dəccaldan başqasından qorxuram. Dəccaldan niyə danışırsınız? Mənim qorxum başqa şeydəndir sizin üçün. Nə? Kimlərdən qorxursunuz? Qorxursunuz, yəni sizin üçün qorxuram. Əimmətu muzillunəhum ruəsau əhlil bidah. Deyir, zəlalət imamlarından qorxuram ki, haqqın içində bidət yaradırlar. Sizin üçün dini təbliğ edənlərdən qorxuram ki, din adı ilə başqa şey təbliğ edirlər. Onlardan qorxuram. Onların vurduğu ziyan Dəccaldan çoxdur. Niyə Dəccaldan danışırsınız? Sizi azdıranlardan qorxuram. Onlar bidət əhlidirlər. Onlar haqq din adı ilə başqa din təbliğ edirlər. Onlar batili haqqa qarışdırıb sizə təqdim edirlər. Əleyhisselamın sözüdür. Buyurur ki, Va'ləmu la ta'rifur rüşd hətta ta'rifullezî tərəkəh. Buyurur ki, bilin, siz hidayəti tanımayacaqsınız. O vaxta qədər ki, hidayətdən çıxanları tanıyasınız. Hidayətdən çıxanları tanımayana qədər hidayəti tanımayacaqsınız. Kimlər haqq yoldan çıxır və nə səbəbə çıxır? Bu barədə danışacaq gələn cümədən. Ki, bilək ki, biz də onlardanıqsa indidən tədbir görək. Kimlər axırda haqdan çıxacaq? Haqqın qarşısında dayanacaq, bugün haqq tərəfindədirsə, sabah haqqın qarşısında olacaq. Bu kimlərdir və nə səbəbə belə olacaq? Kimlər gedə bilməyəcək sona qədər? Kimlər qala bilməyəcək və nə səbəbə qala bilməyəcək? Əleyhisselam buyurur ki, bunu bilmədən hidayət bilməzsiniz nədir? İndidən bilək onlardan olmayaq. Buyurur ki, siz kitabın əhd peymanını tanımayacaqsınız, Quranla əhd peymanı tanımayacaqsınız, o vaxta qədər ki, bu əhd peymanı sındıranları tanıyasınız. Nə zaman ki, onları tanıdınız, onda hidayəti tanıyacaqsınız, Quranı tanıyacaqsınız. İmam Sadiq əleyhissalam buyurur ki, Bəni Ümeyyə xalqa imanı öyrətdi, küfrü öyrətmədi.
Haqdan çıxma yol, batil nədir onu bilmədən haqqın içindəki batildən danışıram. Haqqı tanımaq olmayacaq. Əli əleyhissalam buyurur ki, siz kitabı layiqli şəkildə oxuya bilməyəcəksiniz Quranı. O vaxta qədər ki, Quranı təhrif eləyənləri tanımayasınız. Nə vaxtacan bunları tanımamısınız, Qurandan həqiqəti dərk eləyə bilməyəcəksiniz. وَلَنْ تَعْرِفُ التَّقْوَى حَتَّى تَعْرِفُ الَّذِي تَعَدَّى Deyirsiniz, təqvanı tanımayacaqsınız, təqvanın həddini, yəni günahın həddini aşanları tanıyana qədər. Həddləri aşanları tanıyana qədər. Bugün çoxları haqqın tərəfində kimi görsənir, sabah haqqın qarşısında olacaq, bu həyəcan təbili çalmağa əsas verir. Olmaya bu mən olacam, bu sual yaranır, yaranmalıdır. Olmaya bu mən olacam, neyiniyim ki elə olmasın? Kimlər olacaq ki bugün haqdadır, sabah haqqın qarşısındadır? Bu sualların cavabını gələn cümələrdə verməyə çalışacağım. İmam Zaman niyə zuhur eləmir? Suala cavab istəyirəm sizdən. İmam Zaman niyə zuhur eləmir? Cavab budur ki, haqqın tərəfdarları ələnməyiblər hələ. Hələ bilinmir kim kimdir, bu bilinmir. Hələ ki, haqq olmayanlar özünü haqq kimi təqdim edə bilir, o zuhur eləməyəcək. Siz elə bilirsiniz, zuhur eləyəndən sonra o proses başlayacaq? Yox. O zuhur eləyənə qədər bu proses başlanacaq, xalislər seçiləcək, qalanları vuruşacaq və salam. O gələndən sonra olmayacaq, gələnə qədərdir hədislər buyurur. Ona görə gələndən sonra 7-8 ay savaş olacaq və salam, bitdi. 7-8 ay hədislərdə var. Haqq tərəfdarı olub batil olan adam deyəndə münafiqləri nəzərdə tutmayın. Bəziləri özü də bilmir ki, kimdir. Bu qorxuludur. Bir var bilir, yalandan özünü. Bir də var yox, bilmir, elə bilir ki, özü də elə bilir ki, haqqın tərəfindədir, sən demə yox. Bunlardan danışacaq. O birisilərin işi asandır bu. Onlardan inşallah məclisdə yoxdur ki, bilir, nəsə bir məqsədi var. Yox, özü də inanır ki, mən haqqam, amma batildir. Haqqa aidiyyəti yoxdur. Deyə bilərsiniz, biz iddia eləmirik ki, böyük adamıq bu imtihandan çıxır. İddia zat lazım deyil, bilirsiniz? İddia elədin, eləmədin bu imtihan gələcək. İmam Hüseynin yanında olanlar hamısı Hafiz-i Quran deyirdi. Hafiz-i Quranlar, gecə namazı qılanlarla, həbiblərlə, bureyrlərlə yanaşı zuheyrlər də var idi. Hürlər də var idi. Başqaları da var idi ki, adları tarixə düşməyib. Onlardan olaq, onlardan. Zuheyr zahirən pis adam idi. İmam Hüseyndən qaçırdı, İmam Hüseynə hörmətsizlik elirdi. Zahirən. Amma sən demə bunun ruhunun dərinliyində bir paklığı var ki, üzdə olan pisliyi bizi çaşdırır. Üzdə olana baxmayın. Ola bilər üzdə pis görünür, içində bir cövhər var, Allah onu aşkar elədi, çıxartdı üzə. Zahirlə qəzavət eləmək olmaz. İmam Zaman bir sürü niyə gəlmir? Bizə rəhm eləyir. Uzaq olsam yaxşıdır hələ. Niyə? Günəş çıxanda görmürsünüz, gün işığı saçdıqca üzr istəyirəm. Heyvanın ölüsündən pis qoxu daha da çox yayılmağa başlayır. Biz hələ soyuducudayıq. Soyuducudayıq ki, evlərimiz pis qoxu verməsin. Rəhməti də Allahın bizə. O gələndə artıq fürsət olmayacaq. O günəş kimi işıq saçacaq. Zəhmət çək o vaxta qədər içində elə şey saxlama ki, pis qoxu verməyə başlasın. Vay o gündən. O gələnəcən bir iş gör ki, gələndə axır mənəmçilik toxumunu da qıra bilsin. Necə ki, Zuheyr səhv yoldaydı, amma nəsə eləmişdi ki, İmam Hüseynlə qarşılaşmaq bəs elədi ona. Bəs elədi ki, o İmam Hüseyni seçdi. Gəlin elə olaq ki, o gələndə xarablıqlarımız üzə çıxmasın, fəzilətlərimiz üzə çıxsın. İmam Hüseyn kim biri ilə qarşılaşırdı, xarablığı üzə çıxırdı, biri ilə qarşılaşırdı, gizlin olan fəziləti üzə çıxırdı. Bax, o məsələ çox incə məsələdir. Burada sözümü tamamlayıram. Allah bizə ömür versə, qismət eləsə, inşallah gələn cümə bu mövzuya giriş eləyərik ki, bu imtihanlar necə olacaq, kimlər kəsiləcək, kimlər bu imtihandan çıxacaq.
Gözəl Allahımız hamımıza dövrün imamını tanımağı, onu xatırlamağı, beləcə əsl müsəlman kimi yaşamağı nəsib etsin. Dəyərli izləyicilər, gələn görüşə qədər Allah amanında. إلهي عظم البلاء وبرح الخفاء وانكشف الغطاء وانقطع الرجاء وضاقت الأرض ومنعت السماء وأنت المستعان وإليك المشتكى وعليك المعول في الشدة والرخاء. اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرضت علينا طاعتهم وعرفتنا بذلك منزلتهم ففرج عنا بحقه فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب. يا محمد يا علي يا علي يا محمد اكفياني فإنكما كافيان وانصراني فإنكما ناصران. يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة 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 العجب العجب العجب. يا أرحم الراحمين بحق محمد وآله الطاهرين.